6-7 mart tarixlərində Bakı Konqres Mərkəzində Avropa Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə Perio Master Klinik baş tutdu. Belə ki, 57 ölkədən 800-dən çox stomatoloq Bakı şəhərinin qonağı oldu. Burada dünyanın ən tanınmış stomatoloqlar vardı. Və bu konferansda ilk dəfə süni intellekt vasitəsilə birbaşa sinxron tərcümə gedirdi. Xüsusi tətbiq vasitəsilə biz istədiyimiz dili seçərək konferansı canlı həm oxuya bilirdik, həm də dinləyə bilirdik. Və bir çox ölkələrdən, ən çox da Qazaxıstandan olan dostlarımız da buradaydı. Bu sevindirici hal idi. Bakı Konqres Mərkəzi olduğu kimi hər zaman möhtəşəm idi. Məruzəçilər dünyanın ən top məruzəçiləri, kitab müəllifləri idi. Və bu da sevindirici haldır ki, biz birbaşa onlarla əlaqə qurub tanış olurduq. Və burada konferansla yanaşı həm də çox möhtəşəm sərgi də baş tutmuşdu. Və beləcə 2 günlük konferansımız uğurla sona çatdı. Sonda isə bizi möhtəşəm qala gecəsi gözləyirdi. Artıq məruzəçilərlə bir masa arxasında əyləşib konferansdan qalan xoş xatirələri yada saldıq.